Yəni İlham Əliyevin hakimiyyəti gördüyü bütün işlər, gördüyü bütün apardığı bütün siyasət hamısı xalqın manipulyasiyası olmağı üzərindən davam eləyir. Baxın Qarabağı hansı ruhiyyə ilə bizim cavanlarımız, igidlərimiz getdilər, aldılar. Amma nə oldu Qarabağ alınandan sonra? Düzdür, Qarabağ bizim canımızdır, ciyərimizdir. İgid oğlanlarımız vasitəsilə Qarabağ alındı, geri qaytarıldı. Amma sonra nə oldu? Dövlətin siyasəti nə idi? Dövlətin siyasəti əgər həqiqətən xalqı düşünmək olsaydı, bu xalqın qazilərinə lazım olan diqqət göstərilərdi. Əgər dövlətin siyasəti Qarabağ məsələsində xalq olsaydı, orada tikilən evlər, orada gedən proseslər xalqın mənafeyi naminə olardı. Dövlət İlham Əliyev bugün Qarabağda ancaq otel tikməklə məşğuldur. O otellər kimin nəyinə lazımdır? Yoxsa istəyir ki, dul qalan qızları, gəlinləri, qoca qadınları orada xadiməçi kimi işləsin. Necə ki, Azərbaycanda o cürdür. Yəni, bütün bu baş verən hadisələrdə insanlar oyaq olmalıdırlar.